Dəyərli abituriyentlər, bizlərə məlumdur ki, buraxılış imtahanında düşən 10 qrammatik sualdan da biri məhz mürəkkəb cümləyə aiddir. Bu izah edəcəyim sual tipi də məhz mürəkkəb cümlədən olduğu üçün sona qədər izləyin ki, buraxılış imtahanında bir sualının düzgün cavabı hazır olsun. Baxaq. Deyir, hansı tabeli mürəkkəb cümlənin baş cümləsi müəyyən şəxsi cümlədir. Demək, iki mövzunu qarışdırıb bir sual altında sizlərə təqdim edir. Həm cümlənin şəxsi görə növləri, eyni zamanda mürəkkəb cümlə. Baxaq, yadda saxlamalıyıq ki, dəyərli abituriyentlərimiz, ki tabeliş bağlayıcısı, baxın, ki tabeliş bağlayıcısı olan tərəf adətən baş cümlə olur. Amma bir halda budaq cümlə ola bilər. Necə? Yadda saxlamalıyıq ki, biz bu hissəni anda şəkilçisi ilə əvəz edə biliriksə, o budaq cümlədir. Baxın, deyir ki, yağış kəsmişdi ki, ana qaranquş yuvadan uçub yem axtarışdan çıxdı. Sual verirəm, ana qaranquş nə zaman yem axtarışdan çıxdı? Yağış kəsəndə. Gördünüz mü? Baxın, yağış kəsəndə. Sənin sual verdiyin tərəf baş cümlədir. Sənə cavab verəm budaq cümlə. Plus da ki olan hissəni sən anda şəkilçisini, yəni fe'li bağlamanın anda şəkilçisini əvəz edə bilirsənsə, həmin tərəfə rahat şəkildə budaq cümlə deyə bilərsən. Baxın, kəsmişdi, nə? Yağış. Elə deyilmi? Bu tərəf budaq cümlə oldu. Şimdi baş cümləyə baxaq. Deyir, ana qaranquş yuvadan uçub yem axtarışına çıxdı. Hə? Yem axtarışına çıxdı. Nə? Qaranquş. Mübtədası var, ha? Müəyyən şəxs cümlədir. Bu getdi. Rəis əmr etmişdi ki, baxın, əmr etmişdi. Kim? Rəis. Mübtədası var. Müəyyən şəxs cümlə. Kənd tanıyıram. Baxın, tanıyıram. Bax, biz bilirik də. Şəxs sonluğuna görə mən deyə bilərəm ki, bu söhbət məndən gedir. Müəyyən şəxs cümlədir. Burada çıxdım. Vəziyyət belədir. Belədir nə? Vəziyyət. Mübtədası var. Müəyyən şəxs cümlədir. İlk dəfədir ki, baxın, ilk dəfə bütövdə xəbərdən ibarətdir. Bu cümlənin mübtədası olmadığı üçün mən rahat şəkildə deyə bilərəm ki, demək, baş cümləsində müəyyən şəxsi cümlə deyil. Bax, bu da sənin demək, variant, düzgün variant. Cavab oldu D variantı. Bu cür videoların davamı üçün mütləq kanala abunə olub rəy yazmağı unutmayın. Təşəkkür edirəm.